Gözlər soyuğu necə hiss eləmir? Qış aylarında soyuqdan əllər, burun, qulaqlar və üz dərisi tez üşüyür. Lakin gözlər hətta sərt şaxtada belə donmur və normal fəaliyyətini davam etdirir. Halbuki onlar daim nəmlidir və birbaşa soyuq hava ilə təmasda olur. Mütəxəssislər bunun bir neçə fizioloji səbəbinin olduğunu bildirib. Göz alması orqanizmin daxili istiliyi hesabına daim qızdırılır. O, yaxşı qan dövranına malikdir və qan axını gözün temperaturu stabil saxlayır. Bundan əlavə gözlər kəllə sümüklərində yerləşən orbitlərdə olduğu üçün külək və soyuqdan qismən qorunur. Göz səthi nazik göz yaşı pərdəsi ilə örtülüb. Bu pərdə yalnız nəmləndirmə funksiyasını daşımır, eyni zamanda buynuz qişanı soyuqdan qoruyur. Şaxtalı havada kirpiklərdə donan yaşlar gözün özünə deyil, artıq səthi tərk etmiş mayeyə aiddir. Daimi göz qırpma refleksi də mühüm rol oynayır. Bu proses göz yaşı pərdəsini yeniləyir və soyumanın qarşısını alır. Buynuz qişa dəridən fərqli olaraq soyuğu üşümə kimi qəbul eləmir. Buna görə də gözlər donmur, lakin külək və şaxta şəraitində quruluq və narahatlıq yarana bilər.